Bütün ayrılıqlar insan üçün çətindir, amma övlad ayrılığı, övlad itkisi daha ağır, daha çətindir. Onu yaşayanlar bilər, övladını əlindən verənlər bilər. Hətta tarixdə var, 2 yaşında Peyğəmbər Salavatullahın ki, oğul övladı dünyasını dəyişmişdi. Qəbrə özü qoymadı. Çağırdı əmsi oğlu Əlini, dedi ki, Yəbnə əmmi ya Əli, əmoğlu Əlizan, istəyirəm oğlumu qəbrə sən qoyasan. İmam Əli əleyhissalam qəbrə Peyğəmbər övladını qoyur. Bəzi səhabə Peyğəmbərdən sual edir ki, ya Rasulallah, bəs öz övladı qəbrə özün niyə qoymadın? Bu nəinki ata öz övladını qəbrə qoya bilməsə, yox, şəri cəhətdən heç bir sıxıntısı yoxdur. Ata öz övladını qəbrə qoya bilər. Amma Peyğəmbər Allah buyurdu, dedi, mən Peyğəmbər olsam da, amma mən o körpə balamın atasıyam. Axı o mənim canımın bir parçasıdır. Mən ehtiyat elədim ki, oğlumu qəbrə qoyanda Allah məndən istədiyi şəkildə qoymaram. Ata-oğul münasibəti vardı, o sənin canımın bir parçasıdır. Dedi, mən ona görə əmim oğlu Əliyə söylədim ki, mənim balamı, oğlumu o qəbrə qoysun.